Mərhələləriniz, bütün mərhələlərdə xoşum. Hörmətli xanımlar və cənablar, hamınızı xoş görmüşük. Gözəl bir gündür, bayram əhval-ruhiyyəsi. Yaxın günlərdə Ramazan bayramı, Novruz bayramı. Bu münasibətlə sizi əvvəlcədən təbrik edirəm. Demək istəyirəm ki, canınız sağ olsun. Ölkəmizdə böyük əmin-amanlıq yenə davam eləsin. Şəxsi həyatınızda sevinç, səadət bol olsun və Qərbi Azərbaycan ictimai işlərimizdə işlər uğurlu olsun. Bugünkü toplantımızın gündəliyi. Kemal Adgözəlovun Qərbi Azərbaycan geosiyasi faktor kimi ideyanın intibahi kitabının təqdimatı olacaq. Ona qarşı deyim ki, artıq icmamızda silsilə tədbirlər daim həyata keçirilir. Bu tədbirlərin hamısı Cənab Prezidentin çağırışına qoşulmaq üçün olan tədbirlərdir. Yəni, biz bu işləri daha da ardıcıl aparmalıyıq. Ləyaqətlə qayıdış üçün bütün problemlər həll olunmalıdır. İlk növbədə biz tariximizə nəzər salmalıyıq. Yazılar, faktlar, abidələr və digər məsələlərlə bağlı çox sayılı icmamızda işlər gedir və mən düşünürəm, hər birimiz bu işlərə dəstək verməliyik, sevilməliyik. Qaldı bugünkü mövzumuza. İlk dəfə Azərbaycanda bu mövzumuza müraciət edən Kemal müəllimdir. Mən kitabı oxumamışam, amma bir saat qabaq gəldim, vərəqlədim, qeydlərimə baxdım və çox böyük zəhmət çəkilir. Bu məsələlərə tarixi baxış, illər, dövrlər üzrə və silsilə Azərbaycan hökuməti tərəfindən görülən işlər, yəni həm də sizin iştirakınızla çoxlu vacib tədbirlər həyata keçirilib, həm beynəlxalq miqyasda, həm ölkəmizdə. Çox ustalıqla Kemal Adgözəlov bu işlərə diqqətlə yanaşıb və bu işlərin ortaya gəlməsində gecə və gündüz öz zəhmətini əsirgəmir. Kitabın deməli, elmi məsləhətçisi Nizam müəllim hamı tanıyır, hörmətli akademik Nizami Cəfərov, elmi redaktor Elçin Əhmədov, siyasi elmlər doktoru, professor, rəisçilər Hikmət Babayev, bizim icmamızın İdarə heyətinin sədr müavini, Hicran Hüseynova, komitə sədri deputatımız, Kərim Şükürov, tarix elmləri doktoru, professor, Elçin Süleymanov, bu biraz bizə yaxın adamdır, iqtisad üzrə fəlsəfə doktorudur, yaxşı alimdir, özü Göyçəlidir. Yəni, bu işə siz dəstək verib, bura gəldiyinizdə görə qabaqcadan təşəkkür edirik. Bir neçə kəlmə bizim müəllif barədə. Görək, bu harada doğulub, hansı məktəbi keçib, niyə bu ideyanı ortaya qoyub və məqsəd nə olub, axırda dönünə söz verəcək. Kemal Adgözəlov siyasi elmlərdir, fəlsəfə doktorudur. Bu çox müsbət hal. 30 iyul 75-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub, müəllim ailəsində Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsini fərqlənmə diplomu ilə bitirib, Avropa İttifaqının postsovet məkanı siyasətinin geosiyasi aspektləri mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib və alimlik dərəcəsinə yüksəlib. Və görünürsünüz, bu qaynaq elə buradan gəlir. Yəni, o vaxtdan oxuyub, tədqiq edib, məşğul olub və bu kitabı əlsiyə gətirməkdə çox zəhmət çəkir. Uzun illər bir sıra vəzifələrdə çalışıb, o cümlədən prezident aparatının, icra aparatının, indiki administrasiyasında çalışır məsul işlərdə, sonra indi hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşıdır. Yəni, bu kişinin bu işləri yazmağa haqqı da var. Nə üçün? Həm o bulaqların suyunu içib, Göyçənin ən gözəl bulaqlarından biri Pəri bulağı olur. Pəri bulağının suyunu içib, o havanı udub və
Məhz Kemal bunu belə yazmalıydı. Onu belə görmüşdü. Ata, baba, nəsillər gəldikcə eşitmişdi, xəyallarında yaşatmışdı. İndi isə profesional fəaliyyətdə daim bu işlərin tədqiqatı ilə məşğul edir. Mən bugünkü tədbirimizin aparılmasında hamınızın dəstəyini istəyirəm, uğurlar arzulayıram və böyük məmnuniyyətlə akademik Nizami Cəfərova söz verirəm. Keyfiniz hardan istəyirsiniz? Sizin səsiniz hər yerdə yaxşı gəlir. Çox sağ olun, hörmətli Pərvəz müəllim, əziz dostlar. Bugün təqdim olunan kitab həm ideyasına, məzmununa görə, həm də aktuallığına görə, bugünkü aktuallığına görə və eyni zamanda sadəcə aktuallığına görə yox, o tutumuna görə belə bir növ əbədi bir təhlil verə biləcək və bizim dünya görüşümüzdə yer tutacaq bir dəyərinə görə çox qiymətli bir əsərdir və onu da deyə bilərəm ki, bu əsər üzərində Kemal müəllim uzun müddət işləyib, çalışıb, məsləhətləşib müəyyən məsələləri, yalnız öz subyektiv mülahizələrini bildirməyib, zəngin ədəbiyyat olsun, tarixi hadisələri ümumiləşdirməyə çalışır, dərindən və həm də metodoloji əsaslarla, yəni sadəcə adi təsəvvürlərlə yox, həm də Əvəz müəllimin dediyi kimi kitabı ürəklə yazır. Yəni, tək beyinlə, ağılla. Təbii ki, əsər, elmi əsər ilk növbədə ağılla yazılır, məntiqlə yazılır, amma bu mövzu elədir ki, burada istər-istəməz hissiyatlar da ortada olmalıdır və o hissiyatları da çox simmetrikdir, çox dəqiqdir. Bu kitabda ən azı 4 paradigma, yəni o 4 paradigma üzrə qurulub, 4 belə deyək, silsilə üzrə qurulub, ya 4 mövzu üzrə, həm əsas aparıcı mövzu üzrə qurulub. Onun birincisi, yəni strateji olaraq, geostrateji olaraq Qərbi Azərbaycan probleminin ortaya çıxması. Bunun bilirsiniz, tarixini bizim heç birimiz dərindən bilmirik. Hansı əsrlərdən gəlir, hansı miqyaslar gəlir və bu nə dərəcədə bu yalnız sadəcə erməni problemi deyib təhlil etmək olar. Nə dərəcədə başqaları üçün də yaradılan problem kimi buna baxmaq mümkündür. Yəni, o tarixi nə zamandan başlaya bilərik? Orada biraz, elə bilirəm ki, reallıqla mifologiya birləşir. Ona görə də təsəvvürlərimiz o qədər də, belə deyim, aydın olmaya bilər. Amma hər halda, məsələ bundan ibarətdir ki, Qərbi Azərbaycan problemini bir geosiyasi faktor kimi erməni iddiası yaradır. Yəni, burada Azərbaycanlıların, Türklərin heç bir belə deyim ki, dırnaq arası və yaxud elə dırnaq arası olmadan bir külahı yoxdur. Bu problemin də nə dərəcədə ermənilərlə bu yalnız bir vətən torpaq axtarışıdırmı, ya o dövrün ensiklopediyalarına hətta düşmüş erməni xəstəliyi məsələsidirmi, psixoloji bir aktımı, yoxsa yalnız belə deyək, tam sosioloji bir hadisədirmi? Çünki bu vətən anlayışı ola bilməz ki, sadəcə siyasi bir anlayış olsun. Çünki vətən eyni zamanda psixoloji bir hadisədir və vətən hissiyatı, düşüncəsi xəstə olan bir xalqın ağlına düşürsə, ağlına yeriyirsə, o ciddi problemlər yaradır, ciddi fəsadlar yaradır. Çünki onun həqiqətən o tərəfləri var. Cəlil Məmmədquluzadə də yazırdı ki, ermənilərin bu tez-tez apardıqları vətən təbliğatının axırı nef olmuş. Bu məsələ. Birinci paradigma bu. İkinci paradigma 19-20-ci əsrlərdə
yalnız ermənilər yox, həm də ermənilərin havadarlarının imperiya maraqlarına müvafiq olaraq bu geosiyasi problemi genişləndirməsi. Bu cəhət də kitabda böyük bir hissəni təşkil edir. Yəni, başlanğıc akt olaraq erməni xislətindən gələn bu hadisə sonradan ona görə daha çox geosiyasi məzmun kəsb edir ki, demək, başqa qüvvələrin dərdidir. Dünyanı idarə eləmək fikrinə düşən qüvvələr bundan çox belə deyək ki, dırnaq arası məharətlə istifadə edir. İkinci mühüm paradigma, burada daha çox tarix materialları əsaslanılır. Azərbaycanlıların öz tarixi vətənlərindən qovulması, orada hüquqlarının məhdudlaşdırılması, nəticə etibarilə və bunun da bütövlükdə bütöv Azərbaycana təsirləri, gələn reaksiyalar, Azərbaycanlıların buna qarşı mübarizəsi, məsələnin rəsmi dövlətçilik tərəfləri və məişət tərəfləri, bax bunlar bu ikinci paradigmada aydınlaşdırılır. Üçüncü çox mühüm paradigma ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki bizim hamımız bilirik ki, Heydər Əliyevin fəaliyyəti Qərbi Azərbaycan məsələsinin həllində bu məsələnin lazımı dərəcədə müzakirəyə çıxarılmasında və beynəlxalq maraqlar səviyyəsində həlli üçün lazımi strateji cəhdlərin göstərilməsində ifadə edilir. Yəni, Heydər Əliyev üçün Qərbi Azərbaycan məsələsi ümumən Azərbaycan məsələsinin həmişə tərkib hissəsidir. Çünki o bir sahənin mütəxəssis kimi çox yaxşı bilirdi ki, erməni amili nə deməkdir və bu amilin Sovetlər Birliyi kontekstində mahiyyəti necədir, bu tarix necə yaranır və bugünkü vəziyyəti nə şəkildədir, gələcəyi də nə olur. Həm də o problemin həlli üzərində çalışdığına görə və bu həlli məsələsini təbiidir ki, beynəlxalq standartlara uyğunlaşdırdığına görə istər-istəməz bu paradigma kifayət qədər zəngindir və eyni zamanda Kamal müəllimin çox gözəl şərhinə görə Heydər Əliyevin apardığı mübarizə nə qədər böyük şəxsiyyət olsa da yalnız bir şəxsi maraqları səviyyəsində aparılan mübarizə deyil. Bu, xalqın mübarizəsidir və ona lider traktovkası ilə ortaya çıxan bir mübarizədir. Dördüncü paradigma ümummilli lider Heydər Əliyevin ənənələrini davam elətdirən və yeni tarixi şəraitdə həm də inkişaf elətdirən hörmətli prezidentimiz və dünya Azərbaycanlılarının lideri İlham Əliyevin apardığı mübarizədir ki, bu mübarizə bizim indiki nəslin gözləri qarşısında cərəyan edibdir və bu mübarizənin miqyası daha genişdir. Bu mübarizə bir hücumçu mübarizədir. Ümumi tarixi strateji vəziyyəti nəzərə almaqla, beynəlxalq vəziyyəti nəzərə almaqla, bizim bölgəmizdəki o geopolitik hadisələri, həssaslıqları və təbəddülatları nəzərə almaqla, amma bununla yanaşı yenə çox ciddi və sonu təsəvvür olunan bir mübarizədir. Eyni zamanda xalqın bütövlükdə enerjisini buna cəlb edən bir mübarizədir. Əlbəttə, mən demək birinci paradigmanı biraz giriş paradigması kimi anlayıram. Məsələnin problem kimi yaranmasının səbəblərini, amma 19-20-ci əsrlərdə gedən proseslər həqiqi paradigmadır. Ona görə 4 əsasən dedim, amma 5 də hesab eləmək olar. Bu paradigmalar bir-birində ehtiva olunan paradigmalar. Xüsusilə Heydər Əliyev dövrü və İlham Əliyev dövrü. Sonuncu bir dövrdə paradigmada artırılıbdır. Daha doğrusu buna təbii bir ehtiyac var idi. Bu da Qərbi Azərbaycan icması yaranandan sonra görülən işlər.
Bu üç paradigma bir-birindən vəhdətdədir, amma hər halda inkişafdır. Eyni zamanda o mənada inkişafdır ki, Qərbi Azərbaycan icmasının apardığı mübarizə eyni zamanda ümummilli lider Heydər Əliyevin mübarizəsidir. Eyni zamanda Azərbaycan prezidenti, dünya Azərbaycanlılarının lideri İlham Əliyevin mübarizəsidir. Yəni, Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycanda geopolitik məsələləri tarixi axarına salmaq üçün apardıqları mübarizənin, apardığı Qərbi Azərbaycan icmasının öz kökünü Heydər Əliyev və İlham Əliyev mübarizəsindən alır, ona əsaslanır, metodoloji və ideoloji dayaq olaraq həm ictimai siyasi baxımdan, həm də mənəvi baxımdan ona əsaslanır. Sadəcə burada bir məsələni ayrıca demək lazımdır. Qərbi Azərbaycan icması yalnız siyasi bir hərəkat deyil. Yalnız, belə deyək, sosial bir hərəkat deyil. Qərbi Azərbaycan icmasının deməli, gördüyü işdə çox ciddi şəkildə mənəvi, mədəni, ziyalılıq kontekstində, ümumi insan hüquqları kontekstində öz vətənindən, torpağından ayrı düşmüş və bir neçə nəsil törədən bir sosiumun hissiyatları demək, baxımından onu Qərbi Azərbaycan icması daşıyır, özündə birləşdirir. Qərbi Azərbaycan icması bu mənada yalnız belə deyək ki, siyasi liderlərin və yaxud ancaq intellektlə işləyən ziyalıların toplaşıb öz mövqeylərini ifadə elədiyi bir tribuna deyil. O da var. Amma daha əvvəldən müəyyənləşmiş onun standartları var. Həm də bütöv bir elin, obanın, qohumun, qohumların, əqrabaların, ayrı-ayrı kəndlərin, ayrı-ayrı rayonların, özünə məxsus etnoqrafik cəhətlərə malik olan toplumların eyni zamanda mübarizəsi, bir hissiyatlarıdır və öz ifadəsidir. Bu kitab, bu mövzuda demək, mənə belə gəlir ki, yeganə kitab. Həm monoqrafik təbiəti etibarı ilə, baxmayaraq ki, ilk kitabdır, amma həddindən artıq mükəmməl, peşəkar bir insanın, ciddi bir mütəxəssisin yazdığı kitabdır. Ona görə də mən əminəm ki, bu kitab bizim Qərbi Azərbaycan icmasının üzvlərinin, Qərbi Azərbaycan problemi ilə məşğul olan, istər Azərbaycanda, istər dünyanın hər yerində, hər bir kəsin həmişə müraciət edəcəyi bir kitabdır. Və son olaraq onu da deyim ki, bu kitab yalnız, belə deyək, informasiya ilə, məntiqlə adamı bilikləndirir. Eyni zamanda adamın hisslərini coşduran kitab. Ruhu olan, yalnız məntiqi yox, həm də ruhu olan bir kitabdır. Mən Kəmal müəllimi təbrik edirəm. Bu kitabı mən əl yazma olub, yazdıqlarını və əl yazmalar halında çoxunu mən oxumuşam. Telefona göndərib komitədə və eyni zamanda onu da arzulamaq istəyirəm ki, bu geniş potensiyalı olan bizim ziyalımız bu mövzuda elə bilirəm ki, daha çox yazmalıdır, bu müxtəlif tərəflərdə daha dərindən işləməlidir. Çünki bizim çoxumuzun belə bir kitab yazmağımız üçün hazırlaşmağımıza illərlə baxmamızdır. O işləri Kəmal Adgözəlov səviyyəli bir şəkildə görüb, təşəkkür edirəm. İlham müəllim, təşəkkür. Nazim Mustafa, Qərbi Azərbaycan İcması İdarə Heyətinin tarix üzrə fəlsəfə doktoru. Buyurun. Hamınızı salamlayıram. Ben Kemal müəllimi ilk dəfə görürəm. Ancaq birinci həftə bundan əvvəl ben Gezi kitabxanasına gidəndə dedilər ki, kitabxanaya bir müəllif gəlmişdi, kitabını gətirmişdi. Birinci kitabxana üstünü, birini də sizə gətirib üyə sözlərlə yazıb, kitabı mənə tərcümə edədilər. Və bu kitabı oxudum. Kitabı oxudum, doğrudan da kitab burada Əvəz müəllim dediyi kimi, Nizam müəllim dediyi kimi ürəklə yazılır. Canla, qanla yazılır. Çünki
o ağzının içindən keçib gələn insandır ki, bunun içindən keçən insandır ki, bunu uzun yazır. Və bu kitab 8 fəsildən ibarətdir, 30 bölmədən və hər bölmənin də bir neçə axbaşlığa təxminən 80-ə yaxın axbaşlığa qurlaşdırılıb bu kitabın müxtəlif aspektlərdən yanaşmaları. Və çox zəngin faktlardan, politologlar adətən belə nəzəri məsələlərdə danışırlar. Ancaq bunu tarixə sökələndə, tarix faktlarla sübut edəndə, bunu ortaya qoyanda toplanılması fakt olur və heç kim bundan qaça bilməz. Və Kamal müəllim də bəlkə də üzünü görmədiyi, ancaq kitablardan, yəni o mövzuyla bağlı yazan müəlliflərin kitablarından çox, belə deyək, məharətlə və vicdanla istifadə edir. Biz bəzən tarixçilərə görə də, bizdə görürsən ki, bir kitab yazırsan, ondan sonra görürsən ki, müxtəlif adamlar həmin kitabın müxtəlif formalarda təhkikar edirlər. Ancaq Kamal müəllimdə mən bu şeyi gördüm ki, o hər bir istinad elədiyi müəllifin haqqında, yəni onun istinadını verir, yaxud da iqtibas verir, çəkirsə bunu verir. Təkcə mənim bu Qərbi Azərbaycan icmasının buraxdığı kitab hansı ki, sənə təqdimatı oldu, Qərbi Azərbaycan Faktlar, Sənədlər, Reallıqlar kitabının təxminən 30-dan artıq o kitabın müxtəlif bölmələrinə istinad edir. Çünki o kitab Qərbi Azərbaycanın qısa xronikasıdır. Bu kitabın bütün mərhələlərindən o Kamal müəllim buradan istifadə edib, iqtibaslar gətirir. Eləcə digər müəllimlərə. Yəni, Kamal müəllim təkcə, belə deyək, bu mövzunu araşdırmayır, eyni zamanda özündən əvvəl yazan o tədqiqatçıların əsərlərinə hörmətlə yanaşır. Və onun biblioqrafi təsvirlər də çox mükəmməldir. Çünki o kitabın altında o istinadlaşı dedi, onlar hamısı çox mükəmməl şəkildə bunu ifadə edir. Və burada bunun ilk kitabın ilk 4 fəsli Qərbi Azərbaycanın ən azından son 19-cu əsrin 2-ci yarısının üzvləri, yəni erməni məsələsi gündəliyə gələndən üzvləri 1878-ci Berlin Kongresindən sonraki Berlin məsələsi gündələsi. O gündən bəri ermənilərin, xüsusən ermənilərin Armeniyanın daşına bütün hüsab partiyalarının fəaliyyətləri, terror aktlarına bağlı faktları, sənədlər hamısının burada işlandı. İlk 4 fəsli Qərbi Azərbaycanlıların deməli başına gətirən faciələrin 1905-6-cı illərdən tutmuş, 1918-20-ci illər, 30-cu illər, repressiyalar dövrü və 48-53-cü illər və nəhayət 88-91-ci illər dövrünə aid o faktları politoloji aspektdən, beynəlxalq hüquq aspektindən təhlil edir. Çox mükəmməl bir kitabdır. Kitabı həm poliqrafi cəhətdən çox nəfis tərtib olunur, yüngül və belə deyək, oxunaqlı, çox rahat oxunaqlı bir kitabdır. Mən Kamal müəllimi uğur arz edirəm. Hesab edirəm ki, bu onun sonuncu kitabı olmayacaq və bu istiqamətdə və onun deməli, onun bölmələrindən biri, bu da artıq imza müəllimdə deyildi, əvəzməli deyil, mən təkrardan da bunlar. Bunun bir bölməsi Qərbi Azərbaycana qayıdış, Sədala qayıdışın nizadlanı, Qərbi Azərbaycana qayıdışın addımların səsini eşidilməsi məsələsi. Yəni, doğrudan da, bax, belə bir kitabların təqdimatı sözün haqqı mənasında bizim o Qərbi Azərbaycana qayıdışımızın addım səsləri Ermənistanda eşidilir. Artıq onlar bunu həzm etməyə başlayırlar sözün haqqı mənasında ki, Azərbaycanlılar, yəni Qərbi Azərbaycanlılar Azərbaycana qayıtmaqda əzmlidirlər və bunun da artıq istər Ermənistan tərəfdən onların psixoloji cəhətdən, yəni bizim bu atılan addımlar, yəni bizim prezidentimizin yeritdiyi siyasət, ermənilərin siyasəti, yəni ən azından hökumət başçıları tərəfindən bunun qəbul edilməsi, həzm edilməsi buna dəlalət edir ki, bu proses, yəni bizim o yerə, yurda qayıtmağımıza doğrudan da addım səsləridir ki, bax biz bunu burada eşidirik və bu addım səslər orada da eşidilir. İnşallah, o kitabın sonunda da deyildiği kimi, yəni bütün bu proseslər hamısı bizi aparacaq o yerimizə, yurdumuza, yəni beynəlxalq hüququn verdiyi o təminat səviyyəsində və bizim hüquqlarımızın yenidən qatılması səviyyəsində bu işlər icra olunacaq. Kamal müəllimə də bu sayədə uğur arz edirəm, hesab edirəm ki, bundan sonra da bu işləri davam edəcək. Sağ olun. Teşekkür ederim. Elçin Əhmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Beynəlxalq Münasibətlər və Xarici Siyasət Kafedrasının professoru, siyasi elmlər doktoru. Buyurun. Çox sağ olun, hörmətli Səfalət, dəyərli toplantı iştirakçıları. Bu binaya gələndə bir qədər həyəcanlandım, o mənada həyəcanlandım ki, mən də bu binada
21 il fəaliyyət göstərmiş. Cənab Prezident 2009-cu il iyul ayının 7-sində bu binanın açılışını, yəni keçmiş Dağlıq Qarabağ icmasının binası kimi açılışını edəndən ta 2020-ci ilin mayına qədər, 2-ci Qarabağ müharibə sərbəsinə qədər mən hazırda fəaliyyət göstərmişəm və sədr Mahmud kimi əlaqədar şahsın sədridir. Və o baxımdan bu bina mənə doğmadır, hamınız mənə doğmasınız. Və bugün təqdim olunan kitab haqqında dəyərli əziz müəllim və dəyərli akademik Nizam müəllim Zəfərov öz fikirlərini söylədilər, Nazim müəllim də bildirdi fikirlərini. Mən kitab haqqında çox geniş danışmayacağım. Sadəcə olaraq kitabın ərsəyə gələn gündən, yəni ki, yazılması prosesindən ta nəşriyyata gedən saata qədər Kamal müəllimin çəkdiyi bütün zəhmətlər mənim gözümün qabağında oldu. Kitab bugünə qədər ümumiyyətlə bu ideyanın intibahı niyə adlanır? Çünki bu intibahı ümumiyyətlə dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərman, yəni ki, bu fərman çox mühüm bir fərmandır o vaxtki dövr üçün bizim əlimizdə. Çünki o vaxta qədər Sovet dövründə 48-53-cü illərdə indiki tarixi Azərbaycan torpaqlarının, indiki Ermənistan adlanan ərazidən Stalin və Çadayev verdiyi o fərmanla planlı bir köçürülmək oldu. O köçürülmə ilk dəfə olaraq deportasiya adlandırıldı fərmanda. Bu deportasiyanın hansı ki planlı deportasiya idi, öyrənilməsi, tədqiq olunması, beynəlxalq siyasi qiymət verilməsi haqqında olan bir fərman idi. O fərman bizə ondan sonraki bu istiqamətdə bütün tədqiqatların aparılmasında bir istiqamət verdi, yol açdı. Və bu istiqamətdə də artıq kifayət qədər burada dövlət mükafatına təqdim olunmuş İrəvan xanlığı kitabı, ondan başqa Amiyanın tarixini üstünün buraxdığı kitablar, Qərbi Azərbaycan icmasının rəhbərliyinin və eyni zamanda onların tövsiyəsi ilə nəşr olunmuş kifayət qədər ortada kitablar var. Və Cənab Prezidentin söylədiyi kimi istəyir Amiyanın 70 illik yubileyində, istəyir 80 illik yubileyində bu məsələyə çox böyük önəm vermişdi və qeyd etmişdi ki, o dövrdən başlayaraq bizim o əraziyə qayıtmaq iddiamız heç də həmin dövlətə indiki 18-ci ildə yaradılmış tarixi Azərbaycan torpaqlarında olan o Ermənistana ərazi iddiası deməkdir. Bu bizim hüququmuzdur. Nə demək istəyirəm? Demək istədiyim odur ki, bayaq burada Nazim müəllim adını çəkdi, 19-cu əsrin sonunda bu erməni məsələsi ki, ortaya atıldı. Ondan sonra ki, Tunçaq Karminakan və Daşnaqşun partiyaları ki, yarandı, erməni terror təşkilatları deyək də bunlara, partiya deyildir. Çünki bunların qarşısında duran Böyük Ermənistan ideyası idi. Böyük Ermənistan üçün nə eləmək lazım idi? Tarixi Azərbaycan torpaqlarından Azərbaycanlıları, türkləri etnik təmizləmə və soyqırma məruz qoymaq lazım idi. Ki, onlar gəlib 18-ci ildə dövlətlərini qura bilsinlər. Bu 5-6-da başladı, baş verdi, 18-20-dən baş verdi. Ondan sonra isə onlar İrəvan siyasi mərkəz veriləndən sonra artıq indiki Ermənistan Respublikası qurdular və gəlib 48-53-cü ildə. Və biz iki dəfə həmin torpaqlardan bir dəfə planlı deportasiya idi. Yəni bunun adını qoymuşlar köçürülmə, amma onlar könüllü köçürülməmişdir. Və eyni zamanda bir məsələni ermənilər qeyd edirdilər ki, güya ki, xaricdən gələn erməniləri o torpaqlarda yerləşdirmək üçün yer yoxdur. Və onların adını da repatriasiya qoydular. Amma halbuki xaricdə yaşayan ermənilər nə Ermənistanda doğulmamışdı, nə Ermənistanda yaşamamışdı, nə oranı görməmişdi. Və onları planlı şəkildə mərhələ-mərhələ köçürdülər və bu da heç asan keçmədi. Onlar Aran rayonlarına çox ağır şəraitdə gəldilər, könüllü gəlmədilər. Və onların yerinə 200 mindən yuxarı ermənini xaricdən köçürdülər ki, onlar da özlərilə millətçilik toxumu gətirib səpdilər və bu məsələ getdikcə genişləndi. Abidə qoydular, ondan sonra 65-ci il Mikayanın rəhbəri yoldadır, amma ümumilidir Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik elədiyi dövrdə bütün bu məsələlərin hamısından xəbərdar idi. İstəyir Qarabağda baş verən hadisələrdən, istərsə də Qərbi Azərbaycan adlandırdığımız bugün tarixi Azərbaycan torpaqlarında. Sonraki prosesdə isə əsrin sonunda
artıq bu zorakı deportasiya. Burada da artıq yerdə qalan 300 minə yaxın Azərbaycanlı. Yəni bizim Qarabağ torpaqları, Şərqi Zəngəzuru onlar işğal edən zaman onlar onu öz güclərində işğal etməmişlər, hamımız bilirik ki. Onların himayədə alanın sayəsində işğal etmişlər. Və Cənab Prezident bu yaxınlarda ayın 24-də Ağdamda keçirdiyi görüşdə də qeyd etdi ki, biz görün kimlə kəllə-kəlləyə gəlmişdik. Yəni bizim məsələni həll etmək istəyənlər, yəni ki, söhbət o 3 böyük dövlətdən gedir, biz onların əlindən almışıq o torpağı. Necə ki, alıb vermişlər Ermənistana, himayə etmişlər, biri pul vermişdi, biri silah vermişdi, biri lobi yaratmışdı. Elə onları da deməli, əlindən biz o torpaqları almışıq. Biz o baxımdan, Cənab Prezident Amerikanın 80-ci jubileyində bir daha vurguladı ki, Qərbi Azərbaycanla bağlı, Şərqi Zəngəzurla bağlı, Qarabağla bağlı kifayət qədər kitablar yazılsa da yenə də yazılmalıdır, çünki erməni iddiaları dayanmır. Və o baxımdan o torpaqlarda bir cümləni demək istəyirəm. Hər dəfə Cənab Prezident söz vurguluyor ki, istər İrəvan Qubeynas ərazisində, istər İrəvan xanın ərazisində, istər Zəngəzurda, istər Qarabağda olan Çar Rusiyası tərəfdən nəşr olunmuş xəritələrə baxmaq kifayətdir ki, o ərazilərdə bir dənə də olsun erməni mənşəli toponim yoxdur. O torpaqların hamısının əzəli sahibləri Azərbaycanlılar olmuşlar. Və bu kitab, ərsəyə gələn kitab, bugünə qədər nəşr olunmuş kifayət qədər kitablar var. Ermənilərin, yəni ki, bu kitabda ən əsas olaraq demografik, yəni o köçürülmə artıq həmin dövrdə demografik cinayətləri, yəni ki, bu prosesdə onlar o torpaqlara köçürüləndən sonra demografik proses pozuldu. Eyni zamanda ondan sonra toponomik cinayətlər etdilər, o ərazilərin adlarını dəyişdirdilər. Ondan sonra mədəni soyqırım həyata keçirdilər. Bütün tarixi mədəni işimizi Qarabağda olduğu kimi, işğal etdiyi ərazilərdə olduğu kimi orada deməli dağıldılar, taladılar. Və ondan sonra isə Nazım müəllimin dəfələrlə vurguladığı kimi kitablarında ki, dövlət səviyyəsində, ali sovet səviyyəsində onlar bizdə toponomik cinayətlər törədərək bütün yer adlarını dəyişdirdilər, rəsmi səviyyədə, dövlət səviyyəsində. Və bu baxımdan biz heç bir vaxt həmişə mən deyirdim ki, ne üçün axı Ermənistanda, bugünkü Ermənistanda bir dənə olsun Azərbaycanlı yaşamalıdır, amma Qarabağdakı ermənilərə status verirlər. Yəni bizim 500 minə yaxın 2-ci Dünya müharibəsindən sonra o ərazidə Azərbaycanlılarımız yaşayırdı. 150 mini bir, 350 minə yaxında bir deportasiya olundu. Və onlara biz heç bir mədəni muxtariyyət də tələb etməmişdik. Və ona görə bu kitabda həm tarixə, həm beynəlxalq hüquqa əsaslanan çox mühüm məsələlər açıqlanır. Yəni, söhbət nədən gedir? Çar Rusiyası dövründə, Sovet dövründə də ermənilərə himayədarlıq elədilər. Amma eyni zamanda təkcə onlar mı himayədarlıq elədi? Bəs Qərbin imperialist ayrı idarələri, eləcə də düzdür, Millətlər Liqasının adı çəkilir, o belə bir əhəmiyyətli qurumu olmadan sonra, amma BMT yaranandan 3 il sonra Ermənistandan deportasiya başlandı. Bəs BMT-nin o insan haqları, eyni zamanda insan hüquqlarının pozulması baxımından, bəs bu hara baxılır? Bu məsələlər kitabda kifayət qədər beynəlxalq hüquq baxımından danışdırılır. Tarixi faktlara əsasən. Nazım müəllim çox doğru vurguladı ki, bütün tarixi səpkidə yazılmış kitablara istinad edilərək kitab ərsəyə gəlmişdir. Və heç şübhəsiz ki, həm ümumi liderin dövründə, həm Cənab Prezidentin İlham Əliyevin 2003-cü ildən bəri ortaya qoyduğu bu ideyanın gerçəkləşməsi istiqamətində atılan bütün addımlar və sonra Qərbi Azərbaycan icmasının yaradılması, bu binada fəaliyyət göstərməsi bizim o torpaqlara qayıtmaq imkanlarımızı xeyli genişləndirir. Cənab Prezidentin qeyd etdiyi kimi, təbii ki, əgər Qarabağ məsələsində bizim aramızda vasitəçi var idisə, Minsk qrupu kimi qondarma bir qurum, amma indi bizim aramızda vasitəçi yoxdur. Bizim aramızda ancaq Cənab Prezidentin qeyd etdiyi kimi biz ora tanklarla yox, biz ora beynəlxalq hüququn bizə imkan verdiyi hüquqla, yəni ki, avtomobillərlə qayıtmalıyıq. Mən arzu edirəm ki, Kamal müəllim, bu kitablarımızın davamı gəlsin. Çünki sizin bundan əvvəl nəşrlədiyiniz daha bir yayda bir kitab var, keçən il yayında Azərbaycanın xarici siyasətinin prioritetləri yeni mərhələdə. Orada da bir bölmə bu məsələyə həsr olunmuşdur. Yəni, Qərbi Azərbaycanla bağlı məsələdir. Bu, Azərbaycanın dövlətçilik məsələsidir. Yəni, bu, Azərbaycanın xarici siyasətində hər zaman Cənab Prezidentin vurguladığı bir məsələdir. Və ona görə də
hesab edirəm ki, kitab çox uğurlu, istəyir tərtibat baxımından, istəyir kitabın məzmun baxımından bu günə qədər nəşr olunmuş kitablar sırasında çox məsafəli Nizam müəllim qeyd elədiyi kimi bəlkə də bu aspektdə yazılmış beynəlxalq hüquq və tarix aspektindən əsaslanaraq geosiyasi faktor kimi ortaya qoyulan ilk kitabdır. Arzu edirəm ki, bu kitabların davamı gəlsin və bu kitab bizim Qərbi Azərbaycana qayıdış ideyamızı reallaşdırılması istiqamətində bir töhfə olsun və biz də Azərbaycan dövlətinin, Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasətə öz işimizlə, öz əməllərimizlə töhfə verərək o ideyanı reallaşdıraq. Necə ki, Qarabağ Ali Baş Komandanın rəhbəri altında azad oldu, biz o torpaqlara qayıtmışıq. Arzu edirəm ki, bu kitabın ön səhifəsində yazılmış kitab ki, Qərbi Azərbaycandan nakam köçmüş o insanların ruhuna ki ithaf olunur, o insanların o torpaqlara qayıtması ilə o insanların ruhu şad olsun. Təşəkkür ederim. Söz verilir Profesör Fərruq Rüstəmova. Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədrinin müavini, pedaqoji Elnur Dostum. Çox sağ olun Özmənim, təşəkkür edirəm. Burada səsləndirildiyi artıq son illərdə bu Qərbi Azərbaycanların ata-baba ocağına çevrilən bu müqəddəs məkanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bəyan etdiyi kimi o qayıdış konsepsiyasına töhfə ola biləcək çox maraqlı, məzmunlu, ciddi elmi tədqiqatlara əsaslanan, ciddi mənbələrə əsaslanan kitabların müzakirəsi keçirilir. Və bunların hər biri bizim Qərbi Azərbaycana qayıtmamıza ən dəyərli töhfədir. Bu kitab təbii ki, daha dərindən təhlil edəcək politologlar, sosiologlar, tarixçilərin işidir. Mən kitabın müəllifi haqqında danışmaq istəyirəm, Camal müəllim haqqında. Camal müəllimin hansını birinci dəfə üzü görürəm. Amma bizim birləşdirən ortaq dəyər, bizim vaxtilə yaşadığımız Qərbi Azərbaycanın Cəmbərək rayonunun Cil kəndidir. Camal müəllim bu kənddə çox adlı sənli bir tayfanın nümayəndəsidir. Mənim çox sevimli müəllimim, həm rus dili müəllim olub, həm hərbi müəllim, hərbi və çalışa qədərkən müəllim olmuş, Əli müəllimin övladıdır. Bir müddət bizim o məktəbdə oxub, Cil kəndi orta məktəbində təhsil alıb. O məktəb ki, 1968-69-cu illərdə orta məktəbə çevriləndən sonra 1988-ci ilə qədər 68, yəni əslində 69-88-in noyabrına qədər o axırıncı 10-cu sinif onu bitirə bilmədi, yarımsız gəldilər. 1000 nəfərə qədər ali təhsilli insan yetişib o məktəbdə. Onların da böyük əksəriyyəti Azərbaycanda həm elm sayəsində, siyasət sayəsində, səhiyyə sayəsində, təhsil sayəsində çalışıblar, dövlətə və dövlətçiliyə xidmət ediblər. 3 nəfər nazir, 3 nəfər general, onlarla dövlət qurumunda çalışan insanlar olub ki, onlardan da bir Camal müəllimdir, onun qardaşlarıdır. Yəni bu ailə Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edən bir ailə olub. Yəni Camal müəllim də belə fədakarcasına çalışılması bir yanğıdır, bir həsrətdir, bir gövkə həsrətidir, bir torpaq həsrətidir ki, bu mövzu onu gətirib, öz fəaliyyəti çərçivəsində, öz yaradıcı sferasında bunu işləyib və ortaya qoyur. Təbii ki, bu kitabı mən oxumamışam, amma bayaq belə vərəqlədir. Bu yaxşı bir dərslikdir. Yəni ki, İdarə Etmə Akademiyasında, Bakı Dövlət Universitetində kimlər ki, məşğul olduğu işlə, bunlar üçün çox gözəl bir vəsait olacaq, çox gözəl bir dərslik olacaq. Təbii ki, bunların, bu kitab, yazılan bu kitablar böyük bir tarixdir. Həmişə deyirlər ki, türklər tarix yaradıblar, amma tarix yazmırlar. İndi isə bizlər həm tarix yaradırıq, həm də onu yazırıq. Cənab Prezident 44 günlük müharibədə, bir günlük antiterror əməliyyatı ilə dünyada analogu olmayan bir tarix yazdı. Və bu xalq itirilmiş o ləyaqətli geri qaytardı. Bəzən deyirlər ki, həmişə səslənir ki, Azərbaycan əskəri
Şuşa qalasına əli yalın çıxdı, heç nə aparmamışdı. Amma biz diqqətlə o videolara baxsaq, o sənətlərə baxsaq, biraz da gözümüzü yumub, o tarixi vərəqləsək, kino lenti kimi bunları verib, analiz eləsək, görərik ki, bu Azərbaycan əskəri, bu qalib sərkərdənin qalib əskəri buraya əli boş çıxmadı. 10 milyonluq şəxsiyyəti tapdanmış, alçaldılmış, mənəviyyatı əzilmiş Azərbaycan xalqını da özü ilə birlikdə o qalaya qaldırdı. Və biz o qalaya qalxandan sonra özümüzə baxdıq, ətrafa baxdıq, kəndimizə baxdıq. Bu Bilgə xaqan deyil, Türkgözlüyə gəl, sən özünə gəlində böyük olursan. Və biz oraya Şuşaya qalxandan sonra Qərbi Azərbaycana baxdıq. Oraya qalxmasa biz Qərbi Azərbaycana baxa bilməzdik. Baxsaq da, vaxtına əvvəl baxmış olardıq, daha böyük faciələr bizim başımıza gələ bilər. Və bu qalxdı, bu tarixi tarixçilər tarixi aspektdən, politologlar politoloji aspektdən, siyasətçilər öz rakurslarla baxırlar, dəyərləndirirlər, qiymət verirlər və hamısının da bu yaradılanların bir müəllifi var. Bu da bizim Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev. Hesab edirəm ki, Cənab İlham Əliyevin elan etdiyi ki, bizim orada indi milyonlarla sayı ölçülür, ən azı dövrdə 300 ümidi insanlar o torpaqlara ləyaqətli şəkildə, sülh şəraitində və təhlükəsiz şəraitdə o torpaqlara qayıtmalıdır. Hesab edirəm ki, bu kitablar, bundan sonra yazılan kitablar, həm Kamal müəllimin kitabı, həm də onun həmkarların kitabı o qayıdışa bir töhfə olacaq. Mən təbii ki, Cilkənd icması adından, mən həm də Cilkənd icmasının sədri kimi Kamal müəllim ürəkdən təbrik edirəm və onun ailəsinə göz aydınlığı verirəm müəllimə ki, belə gözəl bir övlad böyüdük ki, biz bugün onun işığına toplaşmışıq, onun kitabının işığına toplaşmışıq. Təbrik edirəm, uğurlar arzular. Sağ olun. Sağ olun. Akademik İzzət Əliyev hamımız tanıyırıq. Deməli, üzrlü səbəbdən iştirak edə bilmir, amma çox xahiş edib ki, onun ürək sözlərini çatdırsın. Merli rayon icmasının üzvü Bərrəhman Zahirov. Buyurun. Yəni, fikirlər o qədər dəyərlidir ki, onu biz arxivə göndərə bilməzdik, hökmə səslənməlidir. Eşq olsun akademikimizə. Buyurun. Hoş gördüğünüzü ödül minnettarım söylediğiniz için. Ben şefleri zəruri səbəbdən iştirak etmediği için onun hürmetini çıxışməkli istisartdırmaq istəyirəm. Hürmetli təqdir iştirakçıları, hürmetli xanımlar və cənablar. Qərbi Azərbaycan məsələsi xalqımızın tarixində ən ağırlı və eyni zamanda ən həssas mövzulardan biridir. 19-cu əsrdən başlayaraq Cənubi Qafqazda baş verən geosiyasi proseslər, böyük imperiyaların maraqları və həyata keçirilən etnik siyasət nəticəsində bölgənin tarixi demografik tərkibi məqsədli şəkildə dəyişdirilmiş, minlərlə Azərbaycanlı öz doğma yurt yuvasından didərliyə salınmışdır. Bu proseslər xalqımızın yaddaşında dərin iz bırakmışdır. Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri həmin tarixi həqiqətləri obyektiv şəkildə araşdırmaq, onları elmi əsaslarla dünyaya çatdırmaq və tarixi ədalətin bərpasına töhfə verməkdir. Tariximizin bu səhifələri arxivlərdə qalmamalı, araşdırılmalı və geniş ictimaiyyətə təqdim olunmalıdır. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizin gələcəyi üçün tariximizin qaranlıq səhifələrini araşdırmaq və gənc nəslə doğru şəkildə çatdırmaq son dərəcə vacibdir. Bugün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclənir, yeni tarix reallıqlar yaranır və Qərbi Azərbaycan məsələsində artıq beynəlxalq müstəvidə daha geniş müzakirə olunan mövzulardan birinə çevrilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan böyük qələbə yalnız torpaqlarımızın azadlığı deyil, həm də milli qürurumuzun bərpası deməkdir. Bu qələbə tarixə yeni baxışın formalaşmasına, geniş hadisələrin daha dərindən öyrənilməsinə də imkan yaradır. Bugün təqdimatı keçirilən kitab da məhz bu baxımdan böyük əhəmiyyət daşıyır. Müəllif Kamal müəllim Adıgözəlov
Qərbi Azərbaycan geosiyasi faktor kimi ideyanın intihabı adlı əsərində Qərbi Azərbaycan məsələsini tarixi, siyasi, demografik və hüquqi aspektlərdən geniş şəkildə araşdırmışdır. Müəllif 2 əsrdən artıq dövrü əhatə edən hadisələri sistemli şəkildə təhlil edərək oxucuya doğru və faktlara əsaslanan mənzərə təqdim edir. Əminəm ki, belə tədqiqatlar tarixi həqiqətlərin daha geniş şəkildə tanıd olmasına, Qərbi Azərbaycan məsələsinin mahiyyətinin düzgün anlaşılmasına və gələcək məsələlərin bu mövzuda daha məlumatlı yetişməsinə mühüm töhfə verəcəkdir. Diqqətinizə görə minnətdarım. Sağ olun. Sizlər və akademik Fikrət Əliyevə təşəkkür edirik. Söz nəhayət ki, müəllifə verilir. Buyurun. Əsas da gələcək planlar barədə bizə bir məlumat verin, görək. Nə düşüncələr var, biz nə dəstək verə bilərik, daha geniş bir auditoriyada gözəl bir təqdimat da keçirə bilərik, özü də Şuşada. Sonra isə Qərbi Azərbaycanda. Buyurun, söz. Hörmətli tədbir iştirakçıları, hörmətli xanımlar və cənablar, ilk növbədə bugünkü tədbirin təşkilinə görə mən öz minnətdarlığımı bildirirəm və burada iştirakınıza görə qısa bir şəkildə qeyd etmək istəyirəm ki, kitab deməli, bugün həmin bu təqdimatına yürütdüyümüz kitab Qərbi Azərbaycanın geosiyasi faktor kimi təhlilinə həsr olunur. Əsər, müasir beynəlxalq münasibətlərə aid təlimlər əsasında müəyyən edilmiş yanaşma üzrə aparılan tədqiqatın nəticəsidir. Tədqiqat zamanı tarixi, siyasi və geosiyasi aspektlərin qarşılıqlı əlaqəsi prinsipinə diqqət edilir. Əsərdə Qərbi Azərbaycan məsələsinin müstəqil Azərbaycan dövlətçiliyi kontekstində tədqiqində Ulu Öndər Heydər Əliyevin strateji yanaşması diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, Prezident İlham Əliyevin problemin 21-ci əsrin çağırışları fonunda qoyulması və dərk edilməsi ilə bağlı fikirləri geniş təhlil olunmuşdur. Bütövlükdə Qərbi Azərbaycan məsələsi ilə bağlı proseslər Ulu Öndər Heydər Əliyevin böyük dövlət xadimi və liderlik qüdrəti sayəsində yeni məzmun almışdır. Heydər Əliyev ərazi bütövlüyü məsələsini müstəqil dövlətçilik kontekstində dövlət quruculuq konsepsiyasının başlıca müddəası səviyyəsinə yüksəltmişdir. Bu səbəbdən Qərbi Azərbaycan məsələsi 2 aspektdə aktuallıq kəsb edir. Birincisi, Azərbaycanın müstəqil dövlət kimi ərazi bütövlüyünün bərpası zərurəti ön plana çıxarılmışdır. İkincisi, Heydər Əliyevin qətiyyətli siyasi yanaşması Qərbi Azərbaycan məsələsini beynəlxalq miqyasda müasir Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmini fonunda yeni səviyyədə tarixi, siyasi, ideoloji və geosiyasi məzmun almışdır. Heydər Əliyevin bu məsələyə yanaşması Qərbi Azərbaycanla bağlı tarixi ədaləti, elmi və hüquqi aspektləri, deməli, müasir dövrün tələbləri kontekstində yenidən aktuallaşdırmış və həmin əsasda Azərbaycan dövləti və cəmiyyətinin yeni istiqamətlərdə fəaliyyətinə təkan vermişdir. Heydər Əliyev müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Qərbi Azərbaycan ərazisini geosiyasi faktor statusunda siyasi, ideoloji, demografik və diplomatik aspektlərin sintezi keyfiyyətində milli miqyasdan regional və qlobal miqyasa çıxarmışdır. Bunun sayəsində Ermənistana havadarlıq edən böyük güclər tədricən Heydər Əliyev yanaşmasını həzm etməli olmuşlar. Bu tezisin praktiki təsdiqini indi Azərbaycanın əldə etdiyi nailiyyətlərin işığında çox aydın görə bilirik. Məsələnin Heydər Əliyev tərəfindən bu şəkildə qoyuluşunun bəhrələri kitabda geniş araşdırılıb və uyğun müvafiq nəticələr çıxarılır. Məsələn, kitabın bir fəsli böyük qayıdış məsələsinə həsr olunubdur. Kitabda aparılan təhlillər göstərir ki, böyük qayıdış bugünkü əhəmiyyəti ilə yanaşı dərin strateji logikliyə də malikdir. Bunun təməlində isə Prezident İlham Əliyevin dövlət quruculuğunda həyata keçirdiyi tarixi dönüş prosesi dayanır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan lideri 200 il ölkəmizə və millətimizə qarşı aparılan ədalətsiz siyasətə, deməli, siyasətə toplum olaraq qəbul etmədiyi iddiasını gündəmə gətirmişdir. Bu ifadənin müxtəlif anlamları vardır. Onların sırasında həm zəfərimizin əbədiliyi,
həm də Azərbaycanın dövlətçilik baxımından beynəlxalq miqyasda dövlətlər və xalqlar sırasında möhtəşəm qaydaşına start verildiyi xüsusi yer tutur. Həmin prosesi dövlət başçısı milli maraqlara söykənən dövlətçilik siyasəti əsasında tarixi və hüquqi aspektlərin sintezində reallaşdırmaqdadır. Öz növbəsində bütün bunlardan dövlət-cəmiyyət münasibətləri kontekstində çox mühüm nəticə meydana çıxır. Göstərilir ki, Prezident İlham Əliyev dövlət başçısı və xalqın lideri kimi cəmiyyət birmənalı olaraq dəstəkləyir və sona qədər də ona dəstək verməyə hazırdır. Xüsusilə ziyalılar, böyük vərdişi yüksək qiymətləndirir və ona tam inanırlar. Bu müstəvidə Qərbi Azərbaycan coğrafiyası, yəni indiki Ermənistan ərazisi, vahid Türk etnosiyasi coğrafiyasının tərkib hissəsidir. Qərbi Azərbaycanlılar sülh yolu ilə öz tarix torpaqlarına qayıdarlarsa, bu həm Ermənistan və Azərbaycan arasında etibarlı və davamlı sülhün əldə edilməsinə böyük töhfə veriblər, həm də Türk dünyası ilə münasibətlərin daha dərinləşməsinə gətirib çıxarır. İkinci Qarabağ müharibəsinin nəticələrinin və 2023-cü ilin antiterror tədbirlərinin yaratdığı yeni regional geosiyasi reallığı artıq dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları rəsmi olaraq etiraf edir. Belə ki, Amerika Azərbaycan və Ermənistanla münasibətlərini ziddiyyətsiz məcraya yönəldərək eyni zamanda bu faktdan regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq naminə istifadə edir. Bunlar praktiki müstəvidə onu ifadə edir ki, artıq ABŞ başqa olmaqla kollektiv qərb Azərbaycanın vətən müharibəsində əldə etdiyi tarixi qələbənin əhəmiyyətini qəbul edərək Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə və regional geosiyasi proseslərdə yeni səhifə açmağa başlamışdır. Bu tarixi baxımdan olduqca önəmli məqamdır. Kitabda yeni tarixi mərhələdə Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə kompleks yanaşmasının deməli problematik aspektdə təhlil edilir və uyğun qənaətlər əldə olunur. Bu kontekstdə başlıca nəticəni aşağıdakı kimi ifadə etmək olar. Azərbaycan Prezidenti 21-ci əsrin yeni çağırışlarını ciddi surətdə nəzərə alaraq, yeni mərhələnin tələbləri müstəvisində Qərbi Azərbaycanın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə böyük paylaşa nail olmanın müxtəlif tərəflərini müəyyən etmişdir. Bu prosesi dövlət başçısı beynəlxalq hüquq və dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri daxilində həyata keçirir. Eyni zamanda Azərbaycan lideri Qərbi Azərbaycanın yeni anlamda qəbul edilməsi üçün xalq və parlament diplomatiyasının sintezindən məharətlə istifadə edir. Bunun üçün həm təcrübəli mütəxəssislər, həm də Qərbi Azərbaycan icması maksimum fəallıq nümayiş etdirir. Qərbi Azərbaycan icmasının təsis olunması Azərbaycanın həyatında böyük tarixi hadisədir. İcma Prezident İlham Əliyevin təşkilat qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirir. Bu fəaliyyətin çox mühüm istiqamətini icmanın beynəlxalq miqyasda həyata keçirdiyi, apardığı işlər təşkil edir. Məsələnin bu tərəfinin aktuallığı məncə aydındır. Çünki Qərbi Azərbaycanın ontoloji mövcudluğu və Qərbi Azərbaycan məsələsinin siyasi və geosiyasi faktor kimi beynəlxalq münasibətlər sistemində anlamının formalaşması vurguladığımız istiqamətlə bilavasitə əlaqəlidir. Bütün bunları ümumiləşdirsək, demək olar ki, müstəqil Azərbaycanın strateji və geosiyasi taleyi indi Qərbi Azərbaycan məsələsində əldə edəcəyimiz uğurlardan birbaşa asılıdır. Bir daha təşəkkürümü bildirirəm, minnətdarlıq edirəm. Bu tədbirə qatılmışsınız. Hörmət və ehtiramla edirəm. Sağ olun. İcazə verin, yekunlaşdıraq. Söz istəyən yoxdur. İndi dünyada hörmətli dostlar, xanımlar və cənublar ən böyük itki vaxt itkisidir. Vaxtdan düzgün istifadə etmək, vaxtında nəyisə həyata keçirmək, bugün işini sabaha qoymamaq. Bu baxımdan mən düşünürəm ki, bizim bu tədbir öz işini yekunlaşdırır. Amma yekunda mən nə deyə bilərəm? Bir daha biz bu proseslərə elmi, nəzəri cəhətdən baxış keçirdik, müəyyən tədqiqat işlərinə fikir verdik və alimin, müəllifin xüsusi vurguladığı məqamlara həm çıxış edənlər, həm özü diqqətlə bir daha bizim yaddaşımıza saldı və bunlar
hamısı vacibdir, lazımdır. Və Fərux müəllimin həmişə bir sözü var, deyir ki, çox danışaq, bu yadda qalmır, amma kitablar, tarix, bizdən sonraki nəsil nəyi axtaracaq, gəlin kitablarda tapaq. Bu baxımdan bu mövzunun varlığı, bu mövzunun vacibliyi bu kitabda bugünkü müzakirə etdiyimiz təqdimatına yığışdığımız kitabda öz əksini tapır. Mən nə demək istəyirəm? Tövsiyələrim nədən ibarətdir? Kemal müəllim, birincisi bizim dəstəyimiz lazımdır. İcmanın dəstəyi lazımdırsa da yəqin ki bunu Qalib müəllim eşidir, hökmən etmək lazımdır. Hökmən bu kitabı bir neçə xarici dilə tərcümə eləmək. Hökmən. Gözəldir, amma özümüz bildik. Bu dünya bildik. Sonra bunun elektron versiyaları nə dərəcədədir, sosial şəbəkələrdə, digər bu vasitələrdə necə bunları tərənnüm edib ortaya qoymaq lazımdır, bunu da çatdıraq. Üçüncü, mən çox istərdim, gələcək planlarınızı məxfi saxladınız. İnşallah bir görüşərik, bir müzakirə edərik, sizin ona qabiliyyətiniz, yaşınız, talantınız və yüksək profesional keyfiyyətiniz çatır. Düşünürəm, bu belə də olacaq. Və mənim son tövsiyəm nədən ibarətdir? Bir kitab haqqında düşünəsiniz, hələ indidən onun müəyyən çalarlarını beyninizdən keçirəsiniz. Mövzunu belə eləyəsiniz. Artıq biz dədə-baba yurdumuza qayıtdıq. Geosiyasi faktor kimi müəllif siz və gələcəkdə bunun da təqdimatını biz Qərbi Azərbaycanda keçirək. Heç qoyun Qərbi Azərbaycanda. Hamınıza təşəkkür edirəm. Hayatlarınız var olsun. Gələn görüşlərə qədər.